Salam, hər vaxtınız xeyir. Bugün sertifikasiya imtahanının son günüydü. Bugün də informatika və fizikadan imtahan olub. Boy paylaşımlar var. Maşallah, həqiqətən də fizikadan və informatikadan kifayət qədər yüksək bal toplayan müəllimlər var. Amma dünən biologiyadan da var idi, kimyadan amma yox idi. Varsa azdır, yəni elə çox da deyil. Yəni neçə faiz təşkil edəcək? Yəni ki, hər halda nazirlik özü qərar versin. Deməli, burada bir qərəzlik var kimyaya qarşı. Amma mən inanmıram nazirliyin özünün belə tapşırığı olsun ki, sırf kimya, bir də bundan əvvəl də Azərbaycan dilini çətin eləyir. Bu konkret şəxslərin problemidir. Orada oturan fən rəhbərlərin problemidir. Nazirlik buna ölçü götürməlidir. Və hətta yəni problemli suallar da var idi kimyada. Sual olsun, imtahanda çətin ola bilər, mən bir şey demirəm. Amma bəzi meyarlar var da, onlar uyğun olmalıdır. Vaxt uyğun olmalıdır. 2 saata 40 dənə, 50 dənə ixtisas və 10 dənə kurikulum sualı yazmaq və ixtisasın da səviyyəsi bu səviyyə. Yəni bu mümkün olan bir şey deyil. Mən də razıyam. Bəli, 30-a qədər suallar normal idi, yaxşı idi. Təbii ki, hamısı da elə olmasın, amma yəni belə də olmasın da. Yəni mən əvvəl də bir video yayınlamışdım. Elə bilərsiniz mən az bal yığmışam, yox. Yəni mən yuxarı bal yığmışam. Söhbət məndən getmir. Sırf kimyaya olan qərəzlikdən gedir. Kimya müəllimləri mütləq şəkildə haqqımızı tələb eləməliyik. Bu işin üstünə düşmək lazımdır. Yəni bu məsələ aydınlaşsın və orada da problemli suallar da var idi. Hətta dərinə getsə suallarda problemlər var. Bir ümumiyyətcə problem idi. Səhv eləmirəmsə 34-cü sual idi. Bundan əvvəlki videoda mən onu qeyd eləmişdim. 34-cü sual səhv eləmirəm. Onu apellyasiyaya verin. Mümkün qədər bu məsələyə baxılsın. Hörmətli nazir, hörmətli təhsil nazirimiz Emin Amrullayev bu məsələyə baxacağınızda ümid edirik. Təşəkkür edirik.